Dərin kök şəfası duası. Ailə sistemində mənə aid olmayan yüklərin qaytarılması. İlahi Aşk portalında, Muhammedin nur bilincində təvazu ilə niyyət edirəm. Ey haqqın sahibi olan Rəbbim, mən bu an ailə sistemimdə sevgi adı ilə üzərimə aldığım, amma ruh müqaviləmə aid olmayan bütün yük və məsuliyyətləri sənin ilahi nizamına təslim edirəm. Ana xəttindən, ata xəttindən, nəsillər öncəsindən gələn qorxu, günahkarlıq, susqunluq, daşımalıyam zənni ilə daşınan bütün ağırlıqlar Muhammedi Nur ilə öz sahibinə sevgi və ədəb içində qaytarılsın. Mən artıq öz yerimi tərk edərək başqasının taleyini yaşamıram. Mən öz payımı sevgi ilə qəbul edir. Artıq olanı hörmətlə buraxıram. Haqq olan məndə qalsın. Mənə aid olmayan ilahi ədalətlə yerinə dönsün. Dua niyyəti. Ailə sistemində yüklərin yerinə qaytarılması. Mən daşımasam, sistem dağılır. İnancının ləğvi. Qurban xilaskar rollarının bağlanması. Ruh müqaviləsi xaricindəki karmanın sevgi ilə tamamlanması. Daxili rahatlıq və yerindəlik hissinin bərpası. Kökün kökünə enən suallar. Bu sualları səssizcə oxu, cavab gözləmə, şuuraltı işləyir. Mən ailəmdə kimin yükünü sevgi sanaraq daşıyıram? Hansı məsuliyyəti buraxsam, vicdan deyil, azadlıq hiss edərəm? 3. Mənim yerim sistemdə haradadır və niyə ondan çıxmışam? 4. Yük daşımaqla hansı sevgini qazanmağa çalışıram? Mən indi yalnız öz taleyimi yaşamağa icazə versəm, nə dəyişər? Nur möhürü. Muhammedi Nur bilincində, rəhm və ədəb ölçüsündə ailə sistemimdə mənə aid olmayan bütün yüklər öz ilahi sahiblərinə sevgi ilə qaytarıldı. Mən öz yerimdəyəm. Sistem öz yerindədir. Haqq bərpa olundu. Oldu, oldu, oldu.